Maraqlı və az bilinən faktlarla dolu bir ölkəyə səyahətə hazırsınızmı? Bugünkü videomuzda sizə Avropanın ən az ziyarət olunan amma bir o qədər də valeh edici ölkəsi Moldova haqqında danışacağıq. Burada həm qədim tarixin izlərini, həm də müasir həyatın sakit ritmini tapacaqsınız. Gəlin birlikdə bu kiçik amma maraqlı ölkənin gizli qalmış tərəflərini kəşf edək. Sovet İttifaqının dağılması ilə müstəqillik qazanan bu ölkə Şərqi Avropa bölgəsində yerləşir. Tarix boyu bir çox işğala məruz qalan Moldova, Avropanın ən qədim binalarının yerləşdiyi, lakin olduqca kasıb olan bir məkandır. Ölkənin iqtisadiyyatı demək olar ki, çox pis vəziyyətdədir və bu səbəbdən xalqı ümidsiz və bədbin ruhludur. Moldovalıların bir hissəsi özünü Rumun kimi tanıtdığı halda, digər bir qism isə Rumıniyanı sevmir. Hətta bəzi Moldovalılar özlərini Rus kimi də təqdim edə bilirlər. Dini baxımdan isə əhalinin əksəriyyəti xristianlığın pravoslav qoluna mənsubdur. Ölkədə əsasən Rus və Rumun dillərində danışılır. Paytaxtı Kişinev olan Moldovanın əhalisi təxminən 3 milyon nəfərdir. Yay aylarından başqa ölkə əsasən soyuq və qarlıdır. Bu səbəbdən Moldovaya səfər etməyi planlaşdırırsınızsa, qarla örtülü mənzərə ilə qarşılaşma ehtimalınız yüksəkdir. Avropanın ən kasıb ölkələrindən biri olan Moldova, Sovet İttifaqının dağılmasından sonra kənd təsərrüfatına əsaslanan bir iqtisadiyyata keçid edib. Burada qarğıdalı və buğda kimi müxtəlif kənd təsərrüfatı məhsulları geniş şəkildə istehsal olunur. Lakin kənd təsərrüfatı və turizm ölkənin inkişafı üçün kifayət etməyib. Moldovada yaşamaq məsələsinə gəldikdə isə ölkəyə səfər üçün çox da ətraflı sənədlərə ehtiyac yoxdur. Əgər geri dönüş biletiniz və otel rezervasiyanız varsa, çox güman ki, problem yaşamazsınız. Ancaq Moldova üzərindən digər Avropa ölkələrinə qaçmağa çalışanlar olur və belə hallarda bu cəhdlər aşkarlandıqda ölkəyə daxil olan kimi saxlanılırsınız. Hava limanına endikdə isə şəhər mərkəzinə avtobus və ya taksi ilə gedə bilərsiniz, amma adi taksiyə minsəniz, turist olduğunuzu anlayıb sizdən çox yüksək məbləğ tələb edə bilərlər. Yandex.Go adlı taksi tətbiqi mövcuddur və bu tətbiqdən istifadə etməklə daha ucuz qiymətlərlə gedə bilərsiniz. Həmçinin maşına minməzdən əvvəl yanınıza bir qədər ABŞ dolları götürüb Moldova leyi ilə dəyişdirməyiniz tövsiyə olunur. Hazırda 1 ABŞ dolları 18 Moldova leyinə bərabərdir. Şəhər mərkəzinə gedən avtobuslar 2 ley civarındadır və nəqliyyat kifayət qədər ucuzdur. Əgər büdcə dostu bir səfər planlaşdırırsınızsa, 4 nəfərlik otaqları olan ucuz yerlərdə qala bilərsiniz. Bu pansionlar alış-veriş mərkəzlərinin içində belə yerləşə bilir. Belə yerlərdə bir gecəlik qiymət təxminən 150 Moldova leyidir. Əgər pansionda yox, standart oteldə qalmaq istəsəz, gözləntilərinizi yüksək tutmayın, çünki otellərin əksəriyyəti Sovet dövründən qalma binalardan ibarətdir. Buna görə otel otaqları və içindəki əşyalar həqiqətən çox köhnədir. Moldovada uzun müddət qalmağı düşünürsünüzsə, mobil telefon üçün sim kart almanız lazımdır. Hər hansı bir ticarət mərkəzindən 30 deyə sim kart alaraq internet ehtiyacınızı ödəyə bilərsiniz. Moldovada pul çıxarmaq üçün Visa və ya Mastercard tipli kartınızın olması kifayətdir. Bu kartlarla ölkənin istənilən ATM-lərində pul çəkmək mümkündür, amma ATM-lərə etibarınız yoxdursa və kartınıza zərər gələ biləcəyindən ehtiyat edirsinizsə, nağd pul aparmağınızda fayda var. Moldova haqqında ən maraqlı faktlardan biri şübhəsiz ki, Avropanın ən kasıb ölkəsi olmasıdır. Bu səbəbdən ölkənin gənc əhalisi burada gələcək görmür. Ona görə də küçələrdə əsasən yaşlı insanlarla qarşılaşa bilərsiniz. Əgər gəncsinizsə və əyləncə üçün ora getməyi düşünürsünüzsə, küçələrdəki yaşlı kütləni gördükdə məyus ola bilərsiniz. Paytaxt Kişinevun küçələrində gəzərkən insanların çox durğun və yorğun olduğunu, həyat sevincini itirdiklərini görə bilərsiniz. Moldovalılar Türkiyə, Rusiya, Rumıniya və Avropanın digər ölkələrinə miqrasiya etməyə çalışırlar. Belə ölkələrdə işləyərək və ya imkanı yaxşı biri ilə evlənərək həyatlarını qurmaq istəyirlər. Bu arada onların Rumuniyaya getməsi sizə qəribə gələ bilər, çünki biz də bilirik ki, Rumıniya da kasıb bir ölkədir. Amma Rumıniya Avropa İttifaqına daxil olduqdan sonra iqtisadiyyatı inkişaf edib və bugün Moldova ilə müqayisədə daha yaxşı vəziyyətdədir. Moldovalı gənclər xarici ölkələrdə çalışaraq öz ailələrinə tez-tez pul göndərirlər. Burada belə nəticə çıxarmaq olar ki, Moldovalıların təxminən 40%-i xaricdə yaşayır. Onların bəxtinə düşən məqam isə Moldova pasportuna sahib olan insanların Avropaya keçiddə çətinlik çəkməmələridir. Gənclərin ölkədən asanlıqla çıxa bilmələrinin əsas səbəbi də budur.
Ölkədə vəziyyət tam mənası ilə aclıq səviyyəsindədir və bəzi həyat şərtləri həqiqətən acınacaqlı hal alıb. Çünki ölkədə demək olar ki, istehsal yoxdur. Ölkənin iqtisadiyyatı əsasən istehlak və ya turizmlə fırlanmağa çalışır. Sovet İttifaqı dağıldıqdan sonra ölkə bir cür özünü toparlaya bilməyib və iqtisadi böhranlar gün keçdikcə daha da artır. Daha qəribə olan isə odur ki, Avropa dövləti olmasına baxmayaraq digər Avropa ölkələrindən kifayət qədər dəstək görmürlər. Halbuki bilirik ki, Avropa ölkələri bir-biri ilə sıx əlaqədədir. Görünür Moldovanın cazibədar tərəfi kifayət qədər güclü deyil. Ona görə də kənarda qalmış bir ölkə kimi görünür. Turist baxımından da Avropada ən az ziyarət edilən ölkə Moldovadır. Dünyadakı insanlar Moldova ilə demək olar ki, maraqlanmır və ora səfər etməyə ehtiyac duymurlar. Şişirtdiyimi düşünə bilərsiniz, amma ölkədə həyat sanki dayanıb desək yanılmarıq. Bugün Moldovanı cəlbedici bir Avropa ölkəsinə çevirmək üçün milyardlarla dollarlıq investisiyalar tələb olunur. Lakin xaricdən dəstək almadıqları təqdirdə bunu reallaşdırmaları mümkün görünmür. Davam etsək, Moldovada onlarla tərk edilmiş bina və otellərə rast gələ bilərsiniz. Həmçinin istifadə olunan bir çox binaların da dağıdılmış vəziyyətdə olduğunu görmək mümkündür. Bu ölkənin küçələrində gəzərkən digər postsovet ölkələrində olduğu kimi çoxlu sovet tərzində binalara rast gələcəksiniz. Paytaxt Kişinyovda demək olar ki, yeni bina yoxdur. Binalar tarix qoxur və müasir dövrə aid deyillər. Ölkədə investisiya edən şirkət sayı az olduğu üçün zavod və fabriklərin sayı da yox səviyyəsindədir. Elə binalar var ki, boyaları axıb, uzaqdan baxanda xarabalığa bənzəyirlər. Küçələr və yollar sanki 2-ci Dünya müharibəsindən qalma bir filmin səhnəsini xatırladır. Oradakı mənzərəni ağ-qara effektlərlə çəksəz, nə demək istədiyimi daha yaxşı anlayarsınız. Yenə də Kişinyovun küçələrində çoxlu səyyar satıcılara rast gəlmək olar və onların üzlərindən kasıb olduqları aydın hiss olunur. Çox insanlar evlərində istifadə etmədikləri əşyaları yol kənarlarında satırlar. İnsanların üzlərinə baxsaz, əksəriyyətinin asıq və gərgin olduqlarını görə bilərsiniz. Ölkədə alıcılıq qabiliyyəti çox aşağı olduğu üçün insanlar mağazalardan yeni əşyalar və paltarlar ala bilmirlər. Buna görə də Moldovanın hər yerində ikinci əl geyimlər satılan mağazalara rast gəlmək olar. İnsanlar sakit, özünə qapanmış bir davranış nümayiş etdirirlər. Görünür bir ölkədə iqtisadiyyat zəif olanda bədbəxtlik də qaçılmazdır. Ölkənin rəsmi dili Rumuncadır, lakin insanlarla ünsiyyət qurmaq istəsəniz, ingilis dili biliyiniz varsa problem yaşamayacaqsınız. Kafe və restoranlarda təxminən 4 dollara asanlıqla doymaq mümkündür. Moldovada işləyən bir insan ayda orta hesabla 5538 lei maaş alır, yəni ortalama 550 manat. Bu qədər az gəlirlə yaşamaq doğrudan da çətindir. Onsuz da oradakı yerli əhaliyə bunu soruşsanız, dolanışığın nə qədər çətin olduğunu özləri də söyləyəcəklər. Tikinti kimi ağır işlərdə çalışanlar belə gündə ancaq 9 dollar qazanırlar. Gəlir az olduğu kimi, bazarlardakı məhsullar da kifayət qədər bahadır. Məsələn, Kişinyovda yaşamaq üçün normal bir evin kirayəsi təxminən 100 avrodur. Bu evlər də lüks deyil, adi bir üstəgəl bir və ya iki üstəgəl bir evlərdir. Aylıq gəliri 150 avro olan biri 100 avronu kirayəyə versə, vəziyyəti çətin olar. Normalda ölkələrin paytaxtlarında daha yaxşı vəziyyətdə olan insanlar yaşayır. Amma Moldovanın paytaxtı Kişinyovda əhalinin yarısından çoxu orta və ya kasıb təbəqəyə aiddir. Moldova daxilində avtonom bir türk dövləti var. Qaqauziya Muxtar Respublikası türk mənşəli qardaş bölgədir. Onlar Oğuz türklərindəndir və tam anlamıyla bizim doğma qardaşlarımız sayılırlar. Əgər Moldova səfəriniz olsa, Qaqauziyaya baş çəkməyi unutmayın və mütləq oradakı insanlarla tanış olun. Əgər Moldovada yaşamaq kimi bir fikriniz varsa, sizi çox çətin bir həyat gözləyir. Amma əgər sırf turistik məqsədlə gedəcəksinizsə, sizi qane edə bilər. Xüsusilə tarixə marağınız varsa və Sovet dövrünə maraq göstərirsinizsə, şəhərlərin tarixi, atmosferi sizi məmnun edəcək. Lakin əgər ora dəniz, günəş, qum və enerjili insanlarla tanışlıq üçün gedirsinizsə, Moldova sizin üçün deyil. Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək sağ olun.